Dekabrın 26'sında Bakıda ve Abşeronda havanın tutulacağı, arabir yağış yağacağı, gündüz bəzi yerlərdə yağışın güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 3-5, gündüz 6-8 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində arabir yağış yağacaq, axşama doğru sulu qara keçəcək, temperatur 3-5 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında havanın yağıntılı olacağı, dağətəyi və dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı bildirilir. Axşama doğru yağıntılarda fasilə olacaq, gecə və səhər duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.